Salam əziz insanlar, Həqiqətin Özü adlı kanala xoş gəldiniz. Osho'nun belə bir sözü var idi. Mən 18 yaşım olanda çoxlu sayda hardasa bir 50-yə 60-a yaxın Osho'nun kitabını oxumuşdum. Yəni əvvəl Sədi Şirazini oxudum, orada sufizm haqqında oxudum. Sədi Şirazinin Bostan əsəri idi. Orada sufizm haqqında oxudum. Sufizm haqqında oxuya da gəldim Osho'ya çıxdım. Osho'nun kitablarını oxudum. Yəni hardasa bir 3 ilə yaxın onun çox saylı kitablarını oxuyurdum. Onun kitablarının birində belə bir ifadə var idi. Tez-tez təkrarlanan ifadə. Özünü dərk eləmək, özünü tanımaq, özünü aşkarlamaq çox asan bir şeydir. Yəni Lao Tzu da bu barədə deyirdi. Deyirdi ki, özünü dərk eləmək istəyirsənsə, otaqdan kənara çıxmaq lazım deyil. Yəni otaqda otura-otura sən özünü dərk eləyə bilərsən. Bu nə deməkdir? Uzun illər boyu mən bu sözlərin anlamını qavraya bilmirdim. Yəni bu sözlər necə dərin bir anlam daşıyır? Bu sözlər nə deməkdir? Onların içində olan qeyri-adi, belə səthi olmayan dərin bir anlam nədir? Bunu bilmək istəyirdim və əvvəl-axır mən başa düşdüm ki, bu araşdırmalar getdikcə axtara ki, bu həqiqətən də çox asan bir şeydir. Çox asandır. Bəs çətinlik, mürəkkəblik, yolun uzunluğu, məsafələr, maneələr nəyə görədir? Nəyə görə var? Və bu maniyələrin anlamı nədir? Niyə görə bu belə asandırsa biz özümüzü dərk eləyə bilmirik? Yəni çətinliyin olmaz səbəbi nədir? Araşdıra mən anladım ki, çətinliyin olma səbəbi, yəni bu maniyələrin bizim ruhani yolumuzda maniyələrin olma səbəbinin kökündə bizim cahilliyimiz var. Cahilliyimiz həm də ki egomuz. Yəni özümüzü dərk etmək istəyən içimizdəki egodur. Anlayırsınızmı? Ego da qeyd elədiyim kimi mürəkkəbliyi sevir, çətinliyi sevir, maniyələri sevir. Çünki egonun istəyi hər zaman özünün var olduğunu özünə sübut eləməkdir. Və hər zaman bunu qabarıq şəkildə etməkdir. Yəni sən özünün var olduğunu müqayisə edərək özünü sübut edirsən. Müqayisə etmək üçün də nə etməlisən? Nədənsə və yaxud da ki kimdənsə fərq yoxdur. İnsandır, adamdır, ya konsepsiyadır, ideyadır. Ondan üstün olmalısan. Üstün olmaq üçün də iyerarxiya pilləsində harda olduğunu və hara qalxa biləcəyini, hara gedib çata biləcəyini fərqinə varmalısan. Məsələn, İslam mistikasında nəfsi əmmarə var, nəfsi ləvvamə var. Sonra bu nəfs mərtəbələri deyilən bir şey var. Nədir bu? Görürsünüz, bu da iyerarxiyadır, düzdür? Necə ki, sosial institutda, sosial həyatda iyerarxiya var. Məsələn, məktəbdir, bağçadır, məktəbdir, universitetdir, əskərlikdir, işdir, nə bilim, evlilikdir. Belə. Sanki biz böyüyə, qocala güclənirik, hansısa bir pilləyə qalxırıq. Vəzifədir, sonra bir vəzifədən o biri vəzifəyə, bir vəzifədən o biri vəzifəyə. Biz düşünürük ki, ruhani aləm də belə işləyir. Bizim qavradığımız ruhani aləm belə işləyə bilər. Amma ki, bu qavranılan ruhani aləm heç cürə həqiqəti əks etdirmir. Bu yalançı ruhanilikdir. Yalançı ruhanilikdə etaplar var. Çoxlu sayda ustadlar gəlib, peyğəmbərlər gəlib, müdriklər gəlib, onlar özlərini dərk eləyiblər, kimlərəsə nəsə başa salıblar. Onlar gedəndən sonra proses daha da çətinləşib, mürəkkəbləşib. Çünki hər kəs bu cərəyanın içinə öz beynindən bir şey qatıb. Məsələn, nəfsi ləvvamə, nəfsi əmmarəyə ehtiyac var idi mi? Xeyr. Amma insanlar
öz şuurlarından götürdükləri zirzibilləri, cahilliyi qatıblar bu sistematikanın içinə və ruhsallığı bir sistematikaya çeviriblər. Baxın, onu da yadınızda saxlayın ki, tanrısal dünyada, metafizik aləmdə iyerarxiya var. Amma mən bu haqda danışmıram. Mən bizim uydurduğumuz iyerarxiyadan danışıram. Məsələn, gnostisizmdə, mənim sevdiyim gnostisizmdə arxontlar var, demiurglar var, müdrik safiya var. Bu iyerarxiyadır. Yəni mərtəbə-mərtəbə, səmalar da mərtəbə-mərtəbə gedir də. Yəni sən buradan çıxdın, ora çıxdın, mələklər burada yerləşir, orada yerləşir. Amma bu bizim içimizdədir. Sistematika olaraq bizim içimizdədir və bu sistematikada bir problem yoxdur. Əsas problem bizim yaratdığımız, bizim uydurduğumuz və reallığına inandığımız ruhani sistematikada olan problemdir. Çünki ego sadəliyi qəbul eləmir. Mən isə sizə deyirəm ki, sizin dərk etdiyiniz özünüz, yəni öz dediyimiz bir şey, mən dediyimiz bir şey, mən kiməm, aşkarlayacağınız bir şey çox sadə bir şeydir. Həddindən artıq sadədir. O qədər sadədir ki, mən bir posta qeyd elədim bunu. O qədər sadədir ki, heç bir mürəkkəblik, heç bir çətinlik onu örtə bilməz. Anlayırsınızmı? Yəni, siz əgər düşünürsünüzsə ki, bax, mən ruhanilikdə irəliləyirəm, məsələn, əvvəllər numerologiyadır, tarodur, nə bilim, metafizikadır, energetikadır, ezoterikadır, mistikadır, dindir, fəlsəfədir, elmdir. Bunlarla məşğul ola-ola irəlilədiyimi düşünürəmsə, bir yerə gəlib çatacağımı, yaxud da ki, pillə-pillə qalxıb harasa çatacağımı düşünürəmsə, mən əldə etmək illüziyasına qapılmışam. Yəni, mən düşünürəm ki, mən bu pillələri aşağı-aşağı axırda nəsə əldə edəcəm. Bəs nə əldə edəcəm? Bir gözəl alimin, ruhani müəllimin dediyi kimi, bizlər ruhanilikdən kompensasiya kimi istifadə edirik. Təsəvvür edirsiniz? Kompensasiya. Çox sayda insanlar ruhaniliklə, dindarlıqla, dinlə nəyə görə məşğullar? Yəni, həm zahiri olaraq dinlə məşğul olanlar, həm də ki, batini olaraq dinlə məşğul olanların bir məqsədi var, səbəbi var. Məqsəd də nədir? Məqsəd də odur ki, biz bir şey qazanaq, elə deyilmi? Məsələn, mən Allaha çatacağım, mən müqəddəs olacağım. Mənim qədrimi biləcəklər, Allah məni sevəcək. Allah məni sevsə, mən artıq pis vəziyyətdə olmayacağım. Allah məni daima qoruyacaq, mənim qayğıma qalacaq, məni təmənnasız sevəcək. Yəni, biz nəyi axtarırıq? Biz müdafiə axtarırıq, sığorta axtarırıq. Allahı öz anamız kimi qəbul edirik. Sadəcə bu ana bizi biraz sevir, anlayır. Amma o ana bundan daha artıq güclü bir anadır və atadır. O bizi bütövlüklə öz himayəsinə götürəcək və əbədiyyən biz nə qorxu, nə əzab, nə işgəncə, nə peşmançılıq heç bir şey hiss eləməyəcək. Ancaq yaxşı şeyləri bizə hədiyyə eləyəcək. Bu nədir? Bu bizim cahilliyimizdən əmələ gələn düşüncəmizdir. Cahilliyin səbəbi də egodur. Adamlar düşünür ki, nə qədər egoistsənsə, biçsənsə, hiləgərsənsə, o qədər də sən uğurlusan. Bəli, toplumda sən nə qədər bic, hiləgər, başdan xarabsansa, o qədər də uğurlusan, böyük uğurlar qazanırsan. Yəni, xoşbəxt insan əslində, paradoksal da səslənsə, cəmiyyətdə, toplumda bir şey eləməyə ehtiyac duymur. Yəni, xoşbəxtliyin dalıca qaçmır. Amma adi insan qaçır. Yəni, başdan xarab, egoist. Anlayırsınızmı? Bu ego problem törədir ruhanilikdə. Ego ilə biz bir şey eləyə bilmirik. İrəliləyiş yoxdur. Və bu bic, hiləgər ego düşünür ki, ruhaniliyə gələcək, burada da bir şey qazanacaq. Amma bicliklə, hiləgərliklə hərəkət eləmək
ruhanilikdə bir şey qazanmamaq deməkdir. Bunlar zahiri ilə hərəkət edən insanlardır. Batini ilə hərəkət edənlər nə qazanmaq istəyir? Sevgi, mərhəmət, yenə də müdafiə sistemin. Düzdür. Məsələn, bizlər düşünürük ki, Allah Taala bizi qoruyacaq, bizim qayğımıza qalacaq. Və yaxud da ki, mən nirvanaya çatacağam, mən bir də dünyaya gəlməyəcəm, bir də doğulmayacağam və bir də əzab çəkməyəcəm. Karmamı bütövlüylə yaşayacağam və karmamı yenidən yaşamaq üçün bu dünyaya gəlməyəcəm. Yəni ki, əzabdan qaçırıq, əzabı qəbul eləmirik. Çünki uşaqlıqdan biz məktəb sistemində öyrədilirik deyə, proqramlaşdırılırıq deyə, sonra qeyri-kamil mənlik anlayışını bizim şuurumuza yeridirlər deyə, yəni ki, sən cahilsən, sən sevgiyə layiq deyilsən, sən eləsən, beləsən, osan, busan, pissən, səfehsən və s. Biz də bunun kompensasiyasını axtarırıq, elə deyilmi? Yəni, biz ruhaniliklə məşğul olanda öz psixoloji travmalarımızın, proyeksiyalarımızın, konseptlərimizin reallaşmasını istəyirik, anlayırsınızmı? Ona görə də bizim məşğul olduğumuz ruhanilik egoistik ruhanilikdir. Yəni cahilliyə əsaslanmış ruhanilikdir. Bu ruhaniliyin içində müdriklük aşkar edilməyəcək. Bunun içində yalnız və yalnız ego olacaq. Ego da daima bir şey mənimsəmək istəyir. Elə deyilmi? Məsələn, mən sizə deyirəm ki, siz bədən deyilsiniz və bunu da sizə sübut edirəm ki, siz bədəndə deyilsiniz. Sonra mən sizə deyirəm ki, siz ağılda olan prosesləri idarə edə bilmirsiniz. Yəni, düşüncələr öz-özünə gəlir, fikirlər öz-özünə əmələ gəlir, determinə olunub bir çox şey. Sizin şuurunuzun sərhədləri və çərçivələri yoxdur. Ona görə siz yuxuda yatanda digər kosmoslara, digər kainatlara, paralel evrənlərdə olan həyatlarınıza da gedib oradan bir şeyləri görə bilərsiniz. Çünki sərhəd çərçivə yoxdur. Şuur maddi olan bir şey deyil. Ona görə də elm adamları onu heç cürə tuta bilmirlər. Mən bunları sizə dedim, düzdür. Amma ego, nəfs, yəni ki, mənlik dediyim bir şey, siz deyirsiniz, mən elədim, mən getdim, mən danışdım, mən bu cür elədim, bu cür düşünürəm, mən. Bax, bu egodur. Bu qəbullanmır. Belə həqiqəti qəbullanmır. Həqiqətin sadəliyini, özünün sadəliyini qəbullana bilmir. Çünki o özünə baxsa, o görəcək ki, o bir heçdir. Yəni, bəzi insanlar bizə deyirlər, məsələn, əsəbləşəndə, qəzəblənəndə, yaxud da ki, biz konflikt dolu situasiyaların içində olanda bizə deyirlər ki, sən kimsən ki, sən heç kimsən. Düzdürmü? Onlar bizi acıqlamaq üçün deyirlər. Çünki ego niyə acıqlanır, niyə qəzəblənir? Bu sözlər bizi niyə qəzəbləndirir? Çünki biz heç kim olduğumuzu qəbullanmırıq və uşaqlıqdan bu ağrı, acı dolu bilik, heç kim olduğumuzun biliyi, çarəsizliyi, acizliyi bizdə var deyə biz daima şuursuz olaraq bunu kompensasiyasını axtarırıq. Yəni ki, bunu bərpa eləmək, özümüzün var olduğumuzu özümüzə sübut eləməklə məşğul oluruq. Bunun üçün çalışırıq, bunun üçün əlləşirik. İnsanlar vəzifəyə can atanda, yaxşı yoldaş, sevgili, qadın, kişi, ailə, uşaq istəyəndə bunu istəyirlər ki, kompensasiya eləsinlər, özlərini yaxşı hiss eləsinlər. Anlayırsınızmı? Bu da egodur. Ego qəbullanmır. Yenə qeyd edirəm, sadəliyi qəbullanmır. Çünki mən sizə başa salıram ki, siz sadə bir şeysiniz. Siz bu bədən kimi mürəkkəb deyilsiniz. Sonra siz bu primitiv, diskursiv, rasional və yaxud da ki, yerbəyer irrasional olan şuurlu, şuursuz, şuuraltı ilə özünü toplamağa çalışan iblisani zehin, məhz iblisani zehin deyilsiniz. Çünki burada sizdə şərhlər verən, kommentariyalar verən iblisdir. Siz deyilsiniz.
heç bir fikir, heç bir düşünce size ait değil. Ola da bilmez çünkü siz onu yarada bilmezsiniz. Anlıyorsunuz mu? Siz düşünce değilsiniz. Yani düşünce formatında sizi kavrama olmur. Siz bu değişilen bir şey de değilsiniz. Ona göre bir Zen Buddhist ustadından soruşurlar ki, mən kiməm? Deyir, öz içine bak, değişilmeyen ne varsa o sensin. Anlıyorsunuz mu? Yani ebediyet dediğimiz değişilmeyen bir şeydir. Değişilmeyen bir şey de sizin içinizdedir, burada değil. Burada her bir şey değişilecek. Bu belə değişilecek. Ağlınız, psixologiyanız, karakteriniz, hayatlarınız, karmalarınız, reinkarnasiyalarınız, her bir şey değişilecek. Değişilmeye meyillidir. Çünkü değişilmese illüzya olduğunu anlayacak ve yok olacak. Ona göre değişilir. Siz ise değişilmeyiniz. Çok sade bir şeysiniz. Ego bunu kavramak istəmir. Yəni ki, bunları bir tərəfə qoyanda, hər bir şey bir tərəfə qoyanda, heç bir ruhani yolun məhz sizin egonuzla hərəkət etdiyiniz, egonuzla mənimsədiyiniz ruhani praktikaların sizə heç bir şey gətirə bilməyəcəyini anlayanda, siz başa düşürsünüz ki, bunlar mən deyiləm. Mən kompensasiya axtarıram. Məsələn, namaz qılmaqla, oruç tutmaqla sual vermək lazım. Mən bunu nə üçün edirəm? Sonra, məsələn, meditasiya edirsiniz, praktik edirsiniz, sual verin. Mən bunu nə üçün edirəm? Görəcəksiniz ki, dərinliyə baxsaz görəcəksiniz ki, egonu gücləndirmək üçün edirsiniz. Baxın, məni axtarmağa çalışanda Lao Tzu deyir, otaqdan çıxmağa ehtiyac yoxdur belə. Siz axtarışda olanda özünüzü tapa bilməzsiniz. Ona göre Zen Buddhist şairi deyir ki, axtarışlar bitti ve mən sakitləşdim. Yəni ki, özümü tapdım da, şeir formasında deyir, mən özümü tapdım. Çünkü axtarışlar bitməyənə qədər siz özünüzü tapa bilməyəcəksiniz. Siz kim olduğunuzu bilmeyeceksiniz. Siz daima düşüneceksiniz ki siz mürekkep bir şeysiniz. Mesela Allah var, melekler var, şuur var, üstün şuur, təhdəl şuur var, kosmik ezoterika var, ne bileyim, kainatın sirleri, kanunları, metafizika, mistika, ne bileyim, diğer canlılardı, bu dinlerdi, təriqətlərdi, mifologiyalardı. Bunların hiçbirisi siz değilsiniz. Ama ego deyir ki, sen bunları qavramalısan, axtarmalısan, özünü sübut eləməlisən. Yəni